Hamıya salam dostlar. Yeni videoma xoş gəlmisiniz. Sizlə mən Rifət. Çoxdan da videolar çıxmırdı bəzi səbəblərə görə. Və bugünkü video elə belə video deyil. Dünən bir maşın almışam. Videonun adından yəqin bilirsiniz nə maşındır. Və bugün həmin o səhərdir. O ki sən axşam maşın alırsan, axşamdan sonra səhəri gözləyirsən ki, mən yuxudan durum, çıxacağım bayıra, görəcəm ki, qapıda dayanıb həmin o maşın. Belə də giyim giymişəm ki, qaraja salım maşını bəzi işlərini görüm. Amma ki, qarajdan çıxanda belə baxdım, gördüm, hə, dayanıb. Bu uca bir plusdur. Yaxınlaşdım ki, belə qapısı tərəfinə gördüm ki, mənə bir dənə belə bir sürpriz qarşılayır. Uca xoşum gəldi. Uca. %100 bu AMG kalpacakına göre olup. Neyse. Burada bir pultumuz var bizim. Ses özünü değil ha. Bizde mekanik adı gördüğünüz kimi. Böyle bir rul var. Ruldan ise çok hoşum geldi əsl. Düzdür 34'ün ruldu ama çok hoşum geldi yine de. Bu başlıq sırası dəyişilməlidir. Belə yani. Mekanika sade salondur. Komplektasiyası ən kasıb komplektasiyadır. Bizdə belə də bir problem var ki, bu trosu qırılıb nə olubsa bunu da açıb baxmalıyıq. Hər şey bir gün içində oldu. Açıq kapotumuzu. Kapotu açanda ən maraqlı bir məqam bizə çıxır ki, bizdə sizcə nə motordur? Hansı motoru mən həmişə tərifləmişəm. Əlbəttə ki M50 B20 düzdür 2.5 dövr, amma bu Kuzaçın 2 motor da çox kifayət eləyir. Problemlərdən sırası deyim ki, bugün nə etməliyəm? Spoiler da cəhənnəmə, bunları da heç saymıram mən indi. Əsas odur ki, antifriz axıtdı dünən. Çox görək antifriz bizdə nə qədərdir. Dibindədir. İndi salaraq garaja bir də hər belə təkərlə salmalıyam, başqa variant yoxdur. Bilmirəm bu 30 saatlarda rulevo baçok ne üçün aşağıdadır, dibdə. Nəyə lazımdır da bu? Fikirləşdiyim kimi baçok bomboşdur. Bomboşdur baçok. Gəl hələ açmışkən bunu mən rulevoyu doldurum. Nəysə, bu sütü tökdüm, indi bilmirəm, inanmıram ondan olsun. Skreçlər nasos dəyişilməlidir. Görək artıq xoddancı maşın bizdə. İstəyirdim demək ki, bir dənə cold start eləyək, sonra dedim, birdən xoddanmaz biabır olaraq. Cold start eləyək. Hava soyuqdur. Rasiya dörü bir ona görə çox da belə problem olmalıdır. Açarı gördüyünüz kimi belədir. Stipleyini basırıq. Kodlanmağına kodlandı. Daha avtopatsos işləyir. Maşın sönmür. Müəllim bu səsi var. Çox ləzzət eləyir də. Opşu baxanda maşın xoşuma gəlir. Prosta bəzi şeylər var ki, bunları götürməyə lazımdır. Bu spoilerdir. Bu antennadır. Əlbəttə ki, həm şildik götürməyə lazımdır. Əslində vetroliklər də götürməyə lazımdır, amma bilmirəm, bəlkə qaldı bu vetroliklər. Distekər, bilmirəm, kalpak AMG nə şükura qoyublar. Gördüyünüz kimi faran şüşəsi dəyişilməlidir. Maşın hələ yulmayıb, mən alandan hələ belədir. Bunun hələ təmiz versiyasını mən görməmişəm bu maşının. Polnu yıxsan əlbəttə ki, buna embuferlər qoyulmalıdır. Distekər falan, prosta, yəni mən deməyəcəm, bu polnu yığmayacam. Çox güman ki, yığmaq alınmayacaq bunu polnu. Amma ən azından, yəni, nəsə də eləsəm bu maşının çalışacağım ki, o barədə kontent çəkim.
Çünki maşın da oradan da maraqlıdır. Особенно belə motorla maraqlıdır. Da 1.8 falan deyil. Saldıq maşını qaraja. İndi bunun düşməli altına baxmalıyıq. O da ki, bilməm, indi axıdacaq, antifriz axıtmayacaq. Ama sonra maşın xodda olanda axıdır əslində. Yerdə bu bilməm nə indi. Çox güman ki, bunda rulyovoy çox pis axıdır. Belə, aha, bax buradan görürsən axıdır antifriz. İndi bilmək lazımdır. Bu hardan gəlir, düşür ora. Bu deyəsən rulyovoydur. Yox, yağda bu deyəsən rulyovoydur. Nasıl rulyovoydur? Yağa doxşur, yağ deyə bu rulyovoydur. Motorun yağı da axıdan. Yoxsa amma reyka yağın içindədir. Çox güman ki, axıdan elə yağ olmaz məncə, bu rulyovoydur. Prosto yağın rəngindədir, yəni. Yağın rəngindədir, maraqlıdır çox. Rulyovoy daha qırmızı olur. Yaxşı, ona sonra baxarıq. Nə qədər şey axıtdırır bu maşında. Nəysə bilməyəndə mən bir söz həmişə nə edirəm. Həmişə əlbəttə ki, başqa şeylər atıram. Görək bunun spoiler necə çıxır. Hoşum, düz balayla mən bu apşuşkanın klipslərini çıxartmaq istəyəndə başa düşdüm ki, mənası yoxdur onu çıxartmaq, lütfü belə çıxartmaq. Sonra bir tərs alaram yerinə. Öbürsü tərəfdən qaykanı boşaltdım. Düzdür, orada bir dənə də yekə qayka var. Görün, nə bilərə, deşiblər bütün bagajnika, spoileri bunun içinə bağlayırlar. Təkəri çox güman ki, belə vəziyyətdə gedəcəm. Burada yaxınlıqda vulkanizasiya var. Belə vəziyyətdə yavaş-yavaş gedib ora çatım, orada dəyişsinlər. Çünki məndə açar yaxşıdır, açardır. Açmayacaq, özdə çoxsu da paslanıb. Belə, kстати, bu antenaları da buradan sökəcəyik. Olacaq maşın zavod. Çıxdıq yola, indi yavaş-yavaş avarinlə gedib çatacam montaja. Ondan da sonra uca gedərik, motoristin yanı ucu gedərik. Bir dənə motoristimiz var, onun yanına gedəcəyik. Baxaq görək, o baxsın. Həm görsün motor yağı axıdır yoxsa yox, həm də antifrizə görə. Spoiler da çıxartdıq, antenna da çıxartdıq. Burada da şeylər qaldı, amma onu bu yaxınlarda şpaklovka ilə zaten mən bağlayacağım. Radiatorun pravkasından bırakırdı. Usta onun salnikini dəyişdi. Görəyin, bu rahat olmalıdır əslində.
Bu da belə. Biraz da sürdüyüm maşını. Çox ləzzət verir əslində, yəni. Bu motor bu maşının üstündə daha maraqlıdır ki, 34-ün üstündə. 34-də sadəcə 2.5 lazımdır. Amma mənim 34-ümdə 2 olsa da yenə də yaxşı gedirdi, yəni bilənlər bilir necə gedirdi. Spoileri çıxartdıq, hələlik dediyim kimi üstünə skoç vurduq. Sonra buranı bağlayacağıq, antenaları çıxartdıq. Ucu vidi dəyişildi. Vidi oldu daha yaxşı, spoilersiz əla görsənir. Antifrizi düzəltdik, daha ucu axıtmır, radiatoru yəni. Bir də ki, təkərimiz daha görə buraxmayıb. Təkərimiz yox, yaxşıdır. Belə, yəni bu maşınların filosofiyaları başqadır. 38 biraz fərqlənir. 34-dür, bir də 36-dır, demək olar ki, bir filosofiyada olan maşınlardır. Onların ləzzəti başqadır. İnşallah kim özünə istəyirsə, hamıya qismət olsun. Və siz də belə bir şey özünüzə alasınız, yavaş-yavaş yıxasınız və sürməkdən həzz alasınız. Çox sağ olun ki, bu videoya baxdınız. Videoya like qoymağı unutmayın. TikTok səhifəmə də takip olun. Bu kanalda abunə olun. 100%. Bilmirəm, növbəti videoda vaxt çıxacaq, amma İnşallah nəsə maraqlı bir şey olsa bu maşından 100% çəkəcəm. Sağ olun.